Beynəlxalq ictimaiyyət İranın Azərbaycana dron hücumunu qınadı. İranın Naxçıvan Muxtar Respublikasının ərazisinə dron hücumu ilə əlaqədar Azərbaycana bir sıra dövlət başçıları, o cümlələn Türkiyə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Latviya, Özbəkistan, Albaniya, Gürcüstan və Pakistan liderləri dəstəklərini bildiriblər. Avropa İttifaqı da İranın hərəkətlərini qınayıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranın addımlarını qəbul edilməz adlandırıb. Azərbaycanı İsrail, İspaniya, Avstriya, Fransa, Estoniya, Ukrayna, Montenegro, Moldova, Kuveyt, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Suriyanın Xarici İşlər nazirləri də dəstəkləyiblər. Bundan əlavə Almaniya, Birləşmiş Krallıq, Niderland və Bolqarıstan səfirlikləri də daxil olmaqla Azərbaycandakı xarici ölkələrin diplomatik heyətləri, eləcə də Avropa İttifaqının Azərbaycandakı səfiri Mariana Kuyunzic dəstəklərini bildiriblər. Beynəlxalq təşkilatlar da Azərbaycanla həmrəyliklərini bildiriblər. Beynəlxalq Mülki Müdafiə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Amerika-İsrail Əlaqələri Komitəsi İranın ölkəmizə qarşı dron hücumunu qınayıblar.